Salam, baxırıq günün informatika suallarından 58-ci suala. Klaster ölçüsü 4 kilobayt olan C diskində hər biri 130 kilobayt olan yalnız 5 ədəd fayl var. Eyni fayllar boş olan və klaster ölçüsü 32 kilobayt olan Y diskində kopyalanmışdır. Y diskindəki boş sahənin C diskindəki boş sahədən nə qədər az olduğunu müəyyən edin. D və Y disklərin həcmləri eyni hesab olunur. Aha. Gəlin bircə dənə 130 kilobaytlıq faylın 4 kilobaytlıq klasterdə nə qədər yer tutduğunu və neçə dənə klaster istifadə olunduğunu tapaq. Deməli, bunun üçün nə edirik? Faylın öz ölçüsü bizdə 130 kilobaytdır. Klasterimizin ölçüsü isə deməli 4 kilobaytdır. 130 kilobaytlıq bir faylı 4 kilobaytlıq klasterə biz neçə dəfə yaza bilərik? Təxmini 32 dəfə yaza bilərik. Çünki 32,4 düşür. Təxmini 32 tam nə qədərsə biz bunu deyəcəyik 33 dəfə. Niyə? Çünki orada nə qədər bir hissəsi artıq qalacaq. Onun üçün də ayrıca bir klaster ayrılacaq. Demək ki, bizə 33 dənə klaster lazımdır. Əgər bir klasterin tutumu 4 kilobaytdırsa, bu durumda 33 klasterin tutumu nə qədər eləyəcək? Eləyəcək burada x bərabər 132 kilobayt. Aha. İndi baxın, faylın öz tutumu 130 kilobaytdır. Diskdə tutduğu yer 132 kilobaytdır. Burada 2 kilobayt artıq qalır. Düzdür? Bir faylda 2 kilobayt artıq qalırsa, onda 5 faylda nə qədər artıq qalacaq? 5 dəfə ki 10 kilobayt artıq qalacaq. Və daha sonra bir nüansı da deyim. Bir faylın diskdə tutduğu yer 132 kilobaytsa, onda görəsən 5 faylın diskdə tutduğu yer nə qədər eləyəcək? 660 kilobayt. Yəni 132-ni 5-ə vuracaq. Bu oldu faylın diskdə tutduğu yer. Bu isə artıq qalan hissə. İndi keçirəm sözü gedən bu faylı 32 kilobaytlıq klasterlə hesablamağa. Deməli, faylın ölçüsü indi oldu 130 kilobayt. Klasterin isə tutumu bizdə 32 kilobaytdır. Aha, 130 kilobaytlıq bir faylı 32 kilobaytlıq klasterə biz təxmini 4 tam nə qədərsə, yəni 5 dəfə yaza bilərik. İndi, əgər bir klasterin tutumu 32 kilobaytdırsa, 5 dənə klasterin tutumu nə qədər eləyəcək? Bunun üçün 32-ni vuracaq 5-ə. Nəticə bizdə eləyəcək x bərabər 160 kilobayt. 160 kilobayt. Demək ki, bizdə 130 kilobayt faylın öz həcmidir. 160 kilobayt isə bizdə deməli faylın diskdə tutduğu yerdir. Mən əgər 160-dan 130-u çıxsam, nəticə alınacaq 30 kilobayt və 30 kilobayt da bundan artıq qalan hissədir. İndi bir faylda əgər bizdə 30 kilobaytsa, deyirək ki, bu fayldan 5 dənədir. Onda 5 faylda nə qədər eləyəcək? X eləyəcək 5 dəfə 15, 150 kilobayt. Aha, indi bizə deyir, boş qalan sahə nə qədər olacaq? Deməli, burada, daha doğrusu nə qədər az olacaq? Burada boş qalan sahə 150 kilobaytdır. Yuxarıkində boş qalan sahə 10 kilobaytdır. Nəticə bizdə 140 kilobaytı vermiş olacaq. Cavab B variantı. Onu da qeyd edeyim ki, ikinci faylın diskdə tutduğu yeri hesablamaq üçün, deməli, bir fayl diskdə bizdə nə qədər yer tuturdu? 160 kilobayt yer tuturdu. Əgər bir fayl bizdə 160 kilobaytdırsa, bu durumda 5 fayl bizdə 800 kilobayt yaddaşda yer tutmuş olacaq. Bu da faylın diskdəki həcmi oldu. Bu qədər cavabımız buna əsasən B variantı alınmış olacaq.